Salam xanımlar, sabahınız xeyir. Evimə yeni bir videoma səsim də getdi. Xoş gəlib, səfalar gətirmişsiniz. Hava proqnozunu deyim sizə. Bugün ayın 8-idir. Hava boz, bulanlıqdır. Sentyabrın 8-idir. Yarpaqlar tökülür. Payız gəlib. Buradan görsəm bir o xanım gələn yeri baxın. Ayağın altı bütöy. Yarpaq da hər yer. Yarpaqlar yavaş-yavaş tökülür. Belə. Dünən Sölə bacınız gecə neynədi? İndi evimiz bərbaddır, oralara da baxmıyorum. Amma əsas məsələ duxovkamı təmizləmişəm. Balıqdan sonra gördüm ki, yox, mümkündür. İnanın, o mənim cəmi 35 dəqiqə vaxtımı aldı. Heç 35 də olmadı bəlkə. Biraz Vüsali ilə zatla danışdım, elədim. Yəni, sakit başımı sal başağı eləsəydim, lap tez qutarardım. Amma duxovkam elə gündə idi ki, haçandı təmizləmirdim. Bununla təmizlədim, göstərim. Bəzi xanımlar deyirlər ki, bizim... Valla mən bunu, yəni mənim atam istehsal eləməyib ki, deyəm ki, reklam eləyirəm nə. Razıyam deyə eləyirəm. Baxın, bura dəmirdir də. Ona da vururam, hər bir yerinə vururam. Bundan istifadə eləyirəm mən, hələ ki. Bəlkə haçansa dəyişəcəm, amma hələ ki ondan istifadə eləyirəm, razıyam. Həm də ucuzdur, 2 manatdır. Şüşəsinin zadını çıxartdım, yudum. Bu dəmirləri, baxın burada biləm. İzlər var. Onlar ən birinci dəfə mən duxovkanı təmizləyəndə, təzə alanda. Bilmədim, qaynar eləmişdim. Püskürtdüm yağ çözücünü. Elə yandı qaldı. Belə duxovkarda görmüşdüm ki mən. Biləm ki, az istilətmək lazımdır, çox istilətmək lazımdır. Vallahi o birisi duxovkadan işlədirdim də mən. İltimat, nə bilim, arı, belə var idi. Dədə-baba qırmızı duxovka. Onun ağından məndə var idi. Onu işlədirdim. Hə, belə duxovkam olmamışdı. Var idi. Qəşəng baxalı duxovkam. Amma o da belə dör idi. O vaxt almışdıq. Belə balaca, elə bil ki, o iltimat zat duxovkasına oxşayan duxovka idi. Yəni, bu tipli dör idi. İçin belə püskürdək, yağ çözücü zat təmizləyək. Yəni, o duxovkalara yağ çözücü zat vurmaq olmurdu. Ancaq şüşəsinin zadını silirdi. İçin yox. Nəysə. Bunu belə yandırmışdım təzə vaxtı. Nədir? Belə qızlar, bu təmiz olduğuna görə ürəyimdir, rahatlaşır. Hamımızın günü çox qəşəng, gözəl geçsin. Ataşın otağın səliqəyə salmışam. Bir dənə oranın səliqəyə salmışam. Bugün tənbəlliyim üstümdədir. Heç ayıla bilmirdim, inansız səhər. Bəlkə də məni buraxsaydılar, saatlarla yatardım. Bax, bu günü deyirəm. Bəlkə havadandır, bəlkə, nə bilim, yorulmuşdum, bilmirəm. Yatardım, amma dedim ki, yox, dur, ayağa olmaz. Nərgiz bugün Balaxanıya gələcəklər. O tez gələcəkdir, icazə alıb gələcək dərsdən ki, ora güləşməyə gələcəklər. Belə, ona görə yeməyimiz adını dünəndən var. Biraz balıq qalıb, biraz günortaya toyuq, kartoşka ilə eləmişdim, ondan var. Amma görün, başqa bir şeyim. Mantının xəmirindən, ondan sonra ətindən qalıb, onu buzxanaya qoymamışam. Xaladilnikin alt gözündən də. Ondan bəlkə görərəm nəsə, rulet kimi nəsə bir şey eləyərəm. Axır ki, günümüzə başlayaq, davamı gələr. Yedə də dərman vursa da, baxın, bu qurtlar yenə basıb. Tək bizdə dörü. İnanırsınız, dünən mağazinə getmişəm, yol boyu ayağımın altında gəzirlər. Bir də səhər baxıram ki, baxın bu ağacın üstünə. Görürsünüz, ağ torranıb. Bax, o bu tut ağacında var idi. Baxın, dedi, bu tut ağacında yarpaqlar da əməlli qalmayıb. Birinci ona düşmüşdü. Sonra bizim tut ağacına düşdü. İndi də o akasiya ağacıdır. Onun üstünə görürəm ki, o elədi. Bu nədirsə bilmirəm. Elə bir süni qurt yayıblar hər yeri. Bugün bunları eləmək lazımdır. Bilmirəm nə eləyəcəm, nə tər eləyəcəm. Elə gələn günü yığdım bura ki, hayıfdır. Qalıb xarab olmasın içəridə, tez xarab olacaq. Bir də nar heyva var. Onları da nədir? Nardan xeyli təmizləmişik uşaqlara yeməyə. Qəşəng yeyirlər, təmizləyib qoyuram, yeyirlər. Heyvanı mürəbbə eləmək istəyirəm, amma bugün yox. Yəqin ki, sabahda zadda eləyərəm. Çox qəşəng heyvadır. Baxaram, bəlkə narla kompot eləyərəm. Burada da biber. İndi gətirib bunu boşaldacağım. Bu tərliyib klokda. Çünki dünən günəş var idi, ona görə. Bilmirəm, görüm onları nəsə eləmək lazımdır. Yeməyimiz adını pişireyim, hazırlayayım. Kömür gəl.
Bir də baxın, Aliyə bacı mənə nə gətirib. Baxın, mənim bacım bilir ki, mən gül sevirəm. Maşallah, maşallah, çox qəşəkdir. Belə. Qabı da qəşəkdir, özü də qəşəkdir. Mən də bunu bir də burada dursun. Kimonosuna görə. Deyib ki, bu günə bu qurumalıdır. Amma sudur, qurumur. Neynim? Görün nətər asmışam ki, tez qurusun, qurumur. Hava belə boz bulanlıq, küləkli, soyuq. Saat 3-də evdən çıxacaq gələndən sonra inşallah. O vaxta qədər indi hələ ki saat 9-dur da. Yəqin ki quruyar. İnşallah ki quruyar. Kömür gəl. Küləyə neymir? Küləyə tutur üzün. Xoşuna gəlir külək. Xoşuna gəlir. Ey fıstık. Ey fıstık. Bunun da elə bil ki, balaca knopkadır. Mən buraları hər gün təmizləsəm də, bu güllərə hər gün əl gəzdirsəm də, yenə bunun üstündə bir dənə, iki dənə belə saralmış yarpaqları olur. Bunu təmizlədim, indi gətirəcəm, evi pilososlayacağım. Güllərim də burada, bunlar maşallah çox qəşəng. Qızlar, sizə bir şey deyim. Bu gün çıxanda İsrəni görmüşəm. İndi açanda sizə göstərəcəm. Tam belə şıqqalar açılır. Sonra mən buna su verirəm. Günəş olmayanda. Görürüm ki, bunlar təzədən yumulur. O nətər olur elə? Bəlkə şişir, qurulanır, açılır, sonra sudan yığılır. Dünən ona fikir vermişəm. Bəlkə də həmişə olurdu. Amma dünən fikir vermişəm. Bunlar çox balaca idi bu boydana. Elə bil ki, indi bilmirəm, açılıblar, elə bil böyük görsənlər də. Belə tam bağlıydı. Da burada rəngi sapsarıdır, amma yeni yarpaq verməyə çalışır. Bunun rəngini tündləşdirmək lazımdır. Bəlkə 4 dənə, 5 dənə yarpağın kəsdim, neyim, əmələ gəlmir. Bu da heç böyüyənə oxşamır. Maşallah, bir dənə bu böyükləri da götürüm, nərcis xanım gətirib. Bu yaxşıdır, çox qəşəkdir. Yerini dəyişdim, nə biləm, nəsə burada dedim olsun, bilmirəm. Səhv elədim, düz elədim. Aliyə bacım da saatı qalıb burada. Bunu da qoyub Nərcisin otağına, divanın yanında uzananda yəqin orada qoyub, orada qalıb. Hər yeri səliqəyə salmışam. Bir dənə pilososdamaq, polları silmək, bir də toz almaq işi qalıb. Vəssalam, işimiz bu qədər. Belə. Kömürün fili qalıb ortalıqda. El oynayır, qaçır dalıcı, özü qaçır dalıcı bu yüzden. Buranın pilisosdadım, bunu sərdim. Bəzi xanımlarımız yazır ki, yəqin yeni gələnlərdə Sol, niyə xalça sərmirsən? Xalça əslində niyə sərmirəm? Bizdə isti poldur. Seyidxan deyir ki, o istiliyin qarşısını alır da, örtmə. Həm də ki, xalçasız daha elə bilirəm ki, tez təmiz olur ev. Amma qışda ev boş görsənir. Bəzən evə baxanda hiss edirsən ki, o evi nəsə doldurmaq lazımdır. Məndə də el olur. Bunu mən, yəni bu ölçüdə verməmişəm. Bunu mən 1.50-nin, yox, 2.50-nin 1.20-yə vermişdim. Nəsə, o baxdığım uşağın maması vurmuşdu. Bilmirdim da. İndi Allah razı olsun hamının evladından, mənim də qızım içində. Anjela nə lazımdırsa, Allah canını sağ eləsin, anası ona qurban olsun. İstədiyimizi vurur, yəni minnətsiz. Bir də əmmin oğlu vururdu əvvəl. Ondan ötürü mən Biləcərə gedirdim, orada seçirdim. Allah razı olsun, hamısını oxuyurdu, vururdu. Nə almışdımsa, əmmin oğlu, yəni trend yoldan nə vurmuşsa, hamısı çox gözəl gəlirdi. Sonra bu işlədiyim uşağın maması, o da dedi ki, Solmaz bacı, vuraram mən siz üçün, narahat olmayın. O da sən demə, özünə də neçə dəfə nə aldısa, yaxşı gəlmədi. Bilmirəm, oxumurdu, nə tərsə, axır ki, bu da onlardan biri, qəzaya düşmüşlərdən biri. Bu da böyük sifariş vermişdim, gəldi bu boydana ayaq altı şəlpə. Bura istəyirəm, biraz da heç olmasa, baxın bura. Bura olan qədər istəyirəm, amma indi hələ ki imkan yoxdur. Burada Ataşın otağındakı o gün yuyanda qızlarımız soruşublar ki, bunu hardan almışsınız, biz də istəyirik. Bunu bacım sifariş verib. Bir də bizim yataq otağındakı bacım da çox dəqiqliklə oxuyur, elə vurur. Bacımla da nə almışamsa hamısı yerli yerində gəlir. Lazımdır ki, orada oxumaq, ölçüləri dəqiq vurmaq.
Bax, zaldakı pərdəm də çox gözəldir. Bununla bizim yataq otağındakı bizim yataq otağına sərdiyim, o əvvəl qonaq otağına sərirdim. Bir də bu çox qəşəngdir, belə yumşaqdır. Bizim evə elə belə şey lazımdır. Yəni qalın xalçalarım da var. Sizə göstərə də bilərəm. Öz yataq otağımda büküb qoymuşam. Elə xalça sevmirəm. Həm təmizliyi çətindir. Həm dediyim kimi isti poldur, nəyə lazımdır? Polu örtür də istiliyin qarşısını alır. Amma bunlar almırlar. Bu yaxşıdır. Belə yüngül bir şeydir. Həm də bunu mən əlimdə yuyurdum. Həm də paltaryon maşına rahatçılıqla girir, yuyulur. Məndə paltaryon 9 kilodur. Bunu da bacım öyrədib mənə təzəlikcən ki, sonra at maşına mən yudum. Bacım elə bil ki, yay üçün belələrini alıb trend yoldan. Amma qışa qalın xalçalarını sərir. Yayda bunları sərir. Ki, pol lap lüt görsənməsinə. Bacım gildə isti poldur. Nəysə, uzun sözün qısası trend yoldan almışıq. Da indi bilmirəm. Var, yoxdur. Kaydırmaz halı belə gedir. Bir də nədir? Maşında yuyulan xalçalar. Yazırsınız, gəlir. Sizə nə göstərim? Dünən görmüşəm, şok olmuşam. Bu pərdə nətər cırılıb, mənim başım çıxmır. Bunu 100% Ataş eləyib. Baxın. Ataş 2 dənə aboy bıçaq alıb. Baxın. Burada kravatın başın belə cırıb. Bilə-bilə cırmayıb. Yəni bunları bilə-bilə cırsın. Yəqin əlində nəsə belə-belə hoqqa verir. O da gedir, onları cırır. Nəysə. Ondan kağız doğrayırdı. Uşağımın psixologiyası pozulub. Ancaq xırda-xırda kağız doğrayıb tökür. O pərdə də onlardan biri. Buranın da pilisosunu bitirdim. İndi keçirəm öz otağıma. Yığışdırıram. Pilisosu yığışdırıram. Bu belə uzaqdan belə qalın, iri xalça kimi görsən. Amma elə deyil. O da Ataşın otağındakı kimi nazikdir. Otaqlar zadı yığışdırdım, qutardım. Sildim, tozları aldım. Bir dənə ayaq yolu ilə hamam qaldı. Ora keçmədim. Elə çirkili deyil, dünən axşam yumuşdum. Amma mən hər gün yuduğuma görə ora beynimdə qalıb, oranı da yuyacağım. Maşallah, maşallah. Ekiz uşaqlar keçir oradan. Sizə qurban olaram. Allah istəyən hər kəsə qismət eləsin. Oğlandılar. Burada mənim bu gördüyüm, gəzki sol, bundan keçin ona. Buradan yəni, bura bu sol bacınızın radarıdır, kameradır. Hamını izləyirəm buradan. Nədir? Buradan çox əkiz qız uşaqları keçir. Hətta bir izləyicim var, onun da qızları əkizdir, buradan keçirlər, maşallah. Allah bütün balaları qorusun. Elə onların yanından bir dəfə belə keçəndə dedim, maşallah, nə qəşəng qızlardır bunlar. Bu döndü ki, dedim, mən sizi YouTube'dan izləyirəm. Belə, indi Allah saxlasın, bunlar oğlandılar. İlk dəfə burada əkiz oğlan gördüm. Belə qızlar, xəmir çıxartdım. Bu, o gün hazırladığım mantının xəmirindəndir. Bu 2 gündə olmayacaq, az olacaq deyə. Ona görə bir dənə də buzxanadan xəmir çıxartdım. İndi bunun bir dənəsini pişirəcəm. Uşaqlar gələnə yesin. Bunu da donu haçan açılsa, onu da pişirərəm. Əsas içliyini hazırlayım. Bu mantının içliyi. İndi bəzi xanımlar deyir ki, söyle niyə ağdır? Həm soğanı bol olur, həm quyruğu bol olur, həm də əti. Onda ağ olur mantının xəmiri. Xəmiri nə edir? Mantının əti. Nəsə, indi ona kök yoxdur. Kök olsaydı kök də vurardım. Bunu rulet eləyəcəm. Seyidxanla danışdım. Kocam bəy hər gün gəlir, amma gəlib çıxa bilmir. Deyirsə olmaz. Elə gözəl hava var ki, darıxmışam, evə gəlmək istəyirəm. Mən də dedim ki, eybi yoxdur. Bugün həftənin 4-cü günüdür. Sən qal, işlərimi gör. Ataş da darıxıb. Gedib gəlir, deyir ki, ana papa haçan gələcək, papa haçan gələcək. 6-cı gün bəlkə uşaqlar da gedər, bəlkə heç getməzlər, mən gedərəm. Bir gün Seyidxana kömək eləyərəm, almanı sirkəzad eləyərik, yığılmaları yığarıq. Ondan sonra gələrik evimizə, eşiyimizə. Belə. Dedim, buna 1-2 dənə kartoşka soyum, onu pişirim, hazırlayım. Ona sözümü gətirdim, Seyidxan gəlməyindən getdim, oradan vurdum, çıxdım. İstəyirdim mantı eləmək. Dedim, Seyidxan bu ruleti çox da sevmir. Mantı formasında sevir. Əti eyni olsa da, indi mən buna kartoşka vururam da, deyirəm ki, heç olmasa 2 içlik belə dolu-dolu çıxsın. Amma əslində ruletə vururam, kələm, kök. Ondan sonra eyni, bax elə, yağlı qəşəng ət. Sonra kələmi də özüm vurmuşam, xoşuma gəlir, belə yüngül olur. Xəmir yeməyə də olsa yüngül olur. Bir də bollucana göy göyərti. Nədir?
Amma belə mantının ətindən qalanda, rulet formasında eləyəndə, baxıram ki, Seyidxan onu da yemir. Amma mantı olsa gündə 20 dəfə də verirsiniz, mantını sevir. Yəni balaca bükülmüş, yeyir. Elə, mənə dedim, Seyidxan gəlmir. Mən də gətirim, biraz kartoşka vurum. Şəkər parələrimi, bir də rulet pişirim. Var, xaladenika açdım. Dedim, qoy görüm burada nə yeməkləri var. Toyuq yeməyindən var. Sonra o gün pişirdiyim badımcan yeməyindən var. Bir paylıq var. Sonra balıq var. Bilirəm ki, mız-mız eləyəcəklər. Bunu da pişirim yanında. Amma da axşamı heçsə pişirməyəcəm. Zəhmət çəkəcəklər, axşama bundan qalmasa, amma qalar. Yəni, ət xeyli aldı. Onlardan da yeyərlər. Badımcan yeməyin özüm, indi mən səhər yeməyimi yedim. Qəşəng özümə çörək qızartdım. Bollu cana. Yağ yemirəm. Yəndə də ki, durnanı gözündən vururam. O qədər yeyirəm ki. Bolluca qəşəng çörəyi yağladım. Pendirlə qoydum arasına, onu yemişəm. Kökələ gedirəm, bacı. Hara gedirəm, özüm də bilmirəm. Saat neçədir? 11-dir. Yedim, içdim. Abidə də o badımcan yeməyin. Abid gəldi saat 4-də 5-də yəqin ki, yərəm. Daha bir də geçdi. Axşam yeməyi. Onu yərəm. Çörəyimiz yoxdur. Çox del ona görə dedim ki, bu xəmri istifadə edeyim. Çörək almağa getmək istəmirəm. Qətiyyən evdən çıxmaq istəmirəm. Daha bu qədər də olmaz. Saçım zadında yağlıdır. Ona görə özümü sizə göstərmirəm. Amma özümə söz vermişəm ki, heç olmasa 2 gündən bir yuyum. Hər gün saç yumaqdan saçım yaman gündədir. Tez yağlanır da, yəni yaman gün deyəndə ki, tez yağlanır. Bu videonu bugün mən bitirməliyəm ki, sabaha sizə çatdırım, təsəvvür edin. Sabaha video yoxdur. Belə nazik kubik doğrayıram mən bunu. Amma kök vuranda kökü çörkadan keçirdirəm. Çünki kök biraz kartoşkaya baxmış, yaxşı pişmir. Bir də bunu da soğanı mən kubik doğrayıram. Həmişə rulet eləyəndə. Hava da elə boz bulanlıq. Seyidxan deyir, Şamaxda gün çıxıb. Amma dünən Şamaxda boz bulanlıq imiş hava. Tərsinədir. Bir tərəfdən də Nərgizin videosunu izləyirəm. Siz nə tərs səhər durursunuz, videolarımı izləyə səhər yeməyi yeyirsiniz. Bəzən yazırlar ki, səhər yeməyimi sənlə yedim. Elə mənlə səhər yeməyi yeyən qızlarımız, yazın görün bura, neçə nəfər olacaq. Bəzi qızlarımız yazır ki, sənə baxıb enerji yığırıq, duruq ayağa iş görməyə. Bacım da elə deyir. Deyir, səhər baxıram, başlayıram işimi gücünü görməyə. Mən də elə. İndi səhər yeməyimi yeyə, Nərgizin köhnə telefonu evdədir deyə mənə verib. O təzəsini işlədir. Mənə verib deyənə yana qoyub da evdə. O da gah ayılır, gah bayılır. Amma yenə qızlarımızı izləyirəm. İndi Nərgizin videosunu baxırdım. Hər gün Fatiməyə baxırdım, Sevincə baxırdım. Sevinc elə tez-tez paylaşmır, amma paylaşanda baxırdım. Səhərə saxlayıram, baxıram. Dünən Fatiməyə yazmışam ki, İsrəm, deyirəm Fatimə, mən də səhərimi bir izləyici kimi səninlə açırdım da. Əvvəl Lamiyə baxırdım. Lamiyə video qoyan kimi sırası baxırdım. Vaxt eləməsəydim, yüklüydüm yolda. Metroda zadda gedə-gedə baxırdım. İndi heç yolda da telefon baxa bilmirəm. Mən tez-tez doğruyum. Sonra videoda çox uzun olacaq. Söhbət də eləyirəm, sonra kəsə də bilmirəm o yerin ki, kəsim, hayfım gəlir. Söhbətim yarımçıq olur. Hazırlanmasını yenə bir yerdə hazırlayarıq. İçliyi hazır. Duz vurdum, bir də qara istiot vurdum biraz.
İndi mən xəmiri tez-tez yayım. Yuxanı belə yekə yaydım. Sonra belə tomatla, vurmaya da bilərsiniz, amma biz belə sevirik. Tomatla duru yağ. Duru yağ da ona görə qatları yapışmasın. Ət nə qədər yağlı da olsa, duru yağ qəşəng qatları qoymur yapışmağa. Lap qırağına qədər bax belə çəkmək lazımdır. Gəldim ki, oturan videonu montaj eləyən Nərgiz özün getirdi. Bax. Kömür də ki, mənə az qalır ki, ye. Az qalır ye Nərgizi görəndə. Yeməyimiz pişdi. Nərgiz gəldiyinə görə onun yeməyini vereyim. Bax, onun görüntüsü formada bilmirəm, görsənir, görsənmir. İnşallah ki, görünür. Özüm böyük qusub kəsdim onu, 2 qusub. Heç bəlkə axıra qədər yeyib çatdırmayacaq. Baxın, qatlar da belə. Görürsünüz nə gözəldir. Göz haqqınızı halal eləyin. Bunu pişirmək istəsəz, mantı qazanı şərtdir. Hansısa qazanınız yerləşirsə qoyun aşüzənin üstünə, hava buxarı, yəni çölə çıxmasın. Elə də pişirə bilərsiniz. Nərgiz yedi, içdi. İndi gedib onun yedi, içdi. Qabları yuyub, yığışdıracağım. 1-2 dənə də özüm qab çıxartmışam. Buradan nar yerdim. Onu da qabın aparım. Bu videonu bilmirəm daha. 10 dəqiqə oldu, 20 dəqiqə oldu. Vallahi heç bilmirəm. Montaj eləməyə başlamışdım. Nərgiz gəldi, daha ona yemək zat verdim. Bundan belə bu videonu davam eləmək istəmirəm. Daha azdır, çoxdur, bunu yüklüyüm. Mən ardıcıllıq çəkirəm deyə hər gün. Sabah paylaşmasam özümü bilirəm. Getdi, bir də paylaşmayacağım. Bir həftə, 10 gün uzadıram bu söhbəti. Bir şey gedir orada. Ona görə deyirəm, az da çoxdur, olmaz. Günün yarısına qədər nə? Gəlir, bu niyə bırak? Buy. Nə oldu? Nəsə qonşunun həyətinə keçmək istəyirdi, qorxdu onu. Şimdi qupanalarım. Kömrü gör. Kömrü yazıqdır. Qonaq gəlib, bizə bu. Göstərir rəngini ama. Yaxşı, kömür. Buy, ay. Getməyin gördünüz, pişik qaz. Pişik gördü, pişik gəlmişdi bura pəncərənin qabağına. Getdi, buradan görsənmir. O birisi qonşunun həyətinə getmək. Kömür düzdür, dişləyib eləmir. Bax, qonşunun toyuqları saat da keçir, dişləmir. Amma qoymur ki, həyətə bir dənə belə quş qonada. Sırazı qaçır, hürür, qovalayır onları. Nə deyirdim, pişik gördüm, yadımdan çıxdı. Hə, onu deyirdim, çəkməsəm bir həftə, 10 gün gedir. Bir gün əgər ara buraxsam, özümü bilirəm. Toparlamağım ən azından 2-3 gün. Keçir, deyirəm, dünən paylaşmadım, nə oldu ki, bu gündə nə oldu? Ona görə paylaşmayayım. Baxıram ki, el olacam, ona görə deyirəm ki, YouTube-a, Instagram-a üstünlük vermişəm, davamlı heç olmasa çəkim. Bəlkə, qurban olduğum Allah, bir gün mənə də buradan bir işıqlı yol göstərər. İnşallah, elə ümid eləyirəm. Yəni, Instagram-a da, YouTube-a da iş kimi baxıram. İşimi nətər deyim, başqa haradasa işləsəm deyəcəm ki, bugün gəlmirəm, özümü yaxşı hiss eləmirəm və yaxud da ki, qonağım olmuşdu, ya qonağım var idi, yox. Nətər ki, işə gedəcəmsə, YouTube-da mənim işim. Bax, dayanmır.
Əlin qoymaqla. Kömür, nə olub sənə? Oy, özün necə şişirdib durub. Bax, axtarır hayda həşirdən. Bugün mənim günüm bitdi mi? Bitmədi. Bu videonu bitirirəm. Sabahlarım inşallah indi təzə video başladacağım. Qəşəng o bibərdir, badımcan da görüm olar nəsə el. Ay, nə pis külək qalxdı. Elə bildim yuxarıdan nəsə düşdü. Pişiyə baxın getdi çıxdı ağaca. O nədənsə qorxub gəlib. İndi özünə elə bir yer axtarır. Çıxdardı oturdu. Oğlum baxmağına baxın. Düz bax ona baxır. Düppədüz. Nəysə belə qızlar, hamınızı öpürəm. İnşallah sabahki videoda görüşərik. Sağ olun, sağlıqla qalın. Allah'a emanet olun. Özünüzə yaxşı baxın. Qismət olarsa Sol bacınız qalxacaq ayağa. Duracaq, həm yeni bir video başladacaq, həm də o gələn payları yeri yurd eləməliyəm. Belə qızlar, salamat qalın.